belə deyim də, Guardiola əlbəttə razıyam. Barselonalıdır, Katalondur və Realı çox istəmir, belə deyək də, sevmir. Amma ki bir məşqçi kimi mən onu dana bilmərəm ki, mənim üçün şəxsən ilk üçlükdə olan tarix boyu. Amma ən yaxşısı deyil. Ən yaxşısı mənim üçün Fergusondur, yenə də deyəcəm. Ən yaxşısı deyil və buna dair bir möhtəşəm səbəb var. Bu səbəblər Real Madridin özüdür. Ümumiyyətlə mən hesab edirəm ki, Madridin Guardiolaya futbol daxilində qisası bu futbol tarixinin ən ağır qisaslarından biridir. Çünki birincisi Real Guardiolaya qarşı oynayan zaman 9-cu, 10-cu, 11-ci, 12-ci illərdə o indiki o heyət var idi, hansı ki getdi sonra 3 ildə Avropa Çempionlar Liqasını qazandı, 5 il ərzində 4 dəfə Çempionlar Liqasını qazandı. O adamlar Guardiola'nın futboluna qarşı hansı ki həmin ərəfələrdə ən möhtəşəm futbol oynayan komanda idi. Onlara qarşı öyrəşərək belə xarakteri qazandılar. Sadəcə indi o heyətdən də heç kim yoxdur da. O heyətdən heç kim yoxdur, amma bu artıq bir sənəcə atadan balaya keçən kimi keçir də. Yəni o motivasiya keçir və bunu Guardiola elədi və kimsə deyir ki, məsələn, Klopp yorulub getmişdi öz vaxtında da, 1-2 il bundan qabaq. Guardiola da Mourinho'dan artıq Realdan hansı ki sonradan formalaşdı və bir əks bir güc oldu Guardiola qarşı. Guardiola çoxdan bezib getmişdi. Bəlkə kimlərsə unudur, bəlkə bizim baxan bəzi Barcelona gənclər var ki, hansı ki 15 yaşı var, bu vaxtdan onların yadında deyil. Amma Guardiola bezmişdi, yadınızdadır, bəlkə bir il fasilə götürmüşdü Bavariya ilə qabaq.